Salam, hər vaxtınız xeyir olsun. İngiliscə öyrənən həvəskarlar və bu videodan baxıb çox şey öyrənə bilərsiniz. Əsas odur, diqqətlə qulaq asasınız. Bugünkü mövzumuz direct and indirect speech-dir. Deməli, vasitəli vasitəsiz nitqdir. Vasitəli direct, yəni danışılan sözlərin olduğu kimi təkrar yolu ilə düzəldir. Məsələn, she says I am happy. O deyir ki, mən xoşbəxtəm. Başqası deyir də, başqasının dediyini olduğu kimi çatdırırsınız. Bu direct speech-dir. Və she said I am happy. O dedi ki, mən xoşbəxtəm. Başqasının sözləri indiki və keçmiş zamanda ola bilər. Ancaq dırnağın içərisindəki zaman heç vaxt dəyişmir. Yəni by reporting the words spoken, indirect or reported speech, yəni ki, başqasının sözlərini yəni burada başqasının sözlərini bəciyib-düzüyüb çatdırırsınız, onu deyir də. Başqasının sözləri, danışılan sözlərini öz sözlərimizlə nəql olunması yolu ilə düzəlir. Indirect speech-də she says that she is happy. O deyir ki, o xoşbəxtdir. Görürsünüz, burada mübtədalar eyni qalır. Say görürsünüz xəbərdə. Bu bir tərəfdə olan zamanla eyni olur. Burada that bağlacısından istifadə olunur. She said that she was happy. Görürsünüz, burada keçmiş zamandadır said. Digərində was keçmiş zamanda işlədirik. Bunlar nə oldu? Indirect yaxud da reported speech oldu. Digər vasitəsiz nitqi, vasitəli nitqə çevirərkən ümumi qaydalar budur ki, vergül və dırnaqlar atılır, əvəzliklər müvafiq olaraq dəyişir. Deməli, vasitəsiz nitqdə işlənən xitab vasitəli nitqdə tamamlığa çevrilir. Vasitəsiz nitqdə baş cümlədə zaman indiki qeyri-müəyyən, indiki bitmiş, gələcək qeyri-müəyyən zamanlardan biri olarsa, çevrilən zaman heç bir zaman dəyişikliyi ilə baş vermir. Nümunələri göstərəcək. Diqqətlə qulaq assaq bilərik ki, indikiləri görürsünüz, indiki və gələcəyi. Dırnaqlar atılandan sonra indiki və gələcək zamanlardan biri olarsa, çevrilən zaman heç bir zaman dəyişikliyi baş vermir çevrilən zamanlarda. Baxaq nümunələrdə biz üzr istəyirəm. Bunlar dedik. Nümunələrə baxaq. She says I went to the cinema. O deyir ki, mən sinemaya getdim. Nə vaxt getdim? Dünən getdim. Görürsünüz, burada she says that, that-dən istifadə olunur. She went to the cinema yesterday. She say olduğu kimi saxlayırıq zamanı. Ancaq cümlənin görürsünüz, she went deyir. I went buradadır. Burada əvəzlikləri dəyişirik də. İndiki zamandadırsa əvəzliklər dəyişilir. Ayı she edirik və olduğu kimi qalır. Report speech-ə çeviririk bunları. İndiki zamandadır. Ancaq burada she has said, indiki bitmişdə də I shall help you deyirik. She has said she will help me. She will-i she-yə görə yazaq da. Bu da gələcək zamanı ifadə edir. Said zətlə deyə də bilərik, deməyə də bilərik. İndikilər olduğu kimi qalır. İndiki zamandadırsa. She was said, Tom you must go. She has told Tom that he must go. Yəqin ki, başa düşdünüz, başa düşmədiniz. Nə varsa qeyd edeyim, mən sizə başa salaram. Deməli, əgər vasitəsiz nitqdə baş cümlənin xəbəri keçmiş zamanda olarsa, vasitəli nitqə çevirərkən zamanlar mütləq dəyişməlidir. Keçmişdə dəyişəcəkdir. Bunu da yadınızda saxlayın. He said, indikidə dəyişmədi. İndiki bitmişdə, gələcəkdə dəyişmədi. Ancaq keçmişdə dəyişir. Said, I live in the city center. Görürsünüz, he said, he lived. Biz hansı zamanı dəyişik? Şəxsi dəyişdik, ayı he elədik, live lived elədik və dəyişdik. Indirect speech-ə, reported speech-ə çevirdik. Burada he said, I am going out. He said, he was going out. Görürsünüz ki, burada da I am going-i said baş cümlə hansı zamandadırsa, bu da cümləndə said-ə görə biz was-u yazırıq. He said, I have finished. He said, he had finished. He said, I have been studying. He said, he had been studying. He said, I arrived before you. He said, he
had arrived before you. Görürsüz, keçmiş qeyri-müəyyən zamanı keçmiş bitmişə, indiki bitmişi keçmiş bitmişə çeviririk. Keçmiş bitmişlərə dəymirik. Ancaq burada bu indiki bitmiş deyil, bu indiki bitmiş davam edicidir. Baxın, he said I have been studying. İndiki bitmiş davam edicini keçmiş bitmiş davam ediciyə çeviririk. He said he had been studying. Ancaq keçmiş bitmişə dəymirik. He said I had already left. He said he had already left. Digərində he said I will be there at 2 p.m. He said he would be. Will-i would-a çeviririk. Digərlərinə baxaq. İstisnalara baxaq. Hərəkətin zamanı dəqiq bir vaxtda olarsa, dəqiq vaxt illərlə, əsrlərlə ifadə olunarsa, hərəkətin zamanı zaman budaq cümləsi ilə olarsa, ümumi həqiqətləri bildirərsə, hərəkət indidə dəyişməyibsə, ought, should modal fe'lləri, fe'lin şəxssiz formaları, bunlar nədir? Nümunələrdə baxaq görək, burada nə demək istəyir? Baxaq. The teacher said Charles Dickens was born in 1820. Deməli, baxın, burada müəllim dediyi, görürsünüz, burada keçmiş zaman forması var, keçmişdə də qalır, was born. The teacher said that Charles Dickens was born in 1820. Görürsünüz, burada said was born in yazılıb, bu keçmiş qeyri-müəyyəndir, keçmişdir. He said the sun rises in the east. Bu keçmiş qeyri-müəyyəndir, bu da yəni başqasının the sun rises in the öz yəni olan həqiqətlərdir. Burada dəyişmirik ha. Baxın, burada illər veribdir. Burada bilirsiniz nə deyir? Burada illəri görürsüz. İllərdə keçmiş zamanlıq var. Burada da keçmiş zamanlıq var. İlləri dəyişmirik. İllər olarsa, məsələn bu the sun rises in the east, bu bilirsiniz nədir? Bu baş verən həqiqətlərdir də. Orada dəyişiklik aparmırıq. He said the child ran home when it began to rain. Görürsüz, burada da budaq cümlə vardır. Biz burada nə dedik? Baxaq görək nə dedik? Hərəkətin zamanı zaman budaq cümləsi ilə olarsa dəyişmirik. Ümumi həqiqətləri bildirirsə dəyişmirik. Hərəkət indidə dəyişməyibsə dəyişmirik. Ought, should modal fe'llər varsa dəymirik. Fe'lin şəxssiz formalarına dəymirik. Baxın burada Helen said I want to go to Canada. Deməli, fe'lin şəxssiz formasıdır. Said to go. Görürsüz, said she wants to go to Canada. She said Mr. David should-a dəymirik. Should be. Burada zamanlar var. Zaman olduğu kimi qalır. Said that. Said zəti işlədə də bilmərik, işlədə bilmərik də. Digərlərinə baxaq. Vasitəsiz niqdə baş cümlənin xəbəri keçmiş zamanda olarsa, vasitəli niqdə çevirərkən modal fe'llər dəyişməlidir. Baxın, said isə, can isə could olacaq. Modal fe'llər dəyişir, should-la ought dəyişmir. Must isə had olacaq, made isə might olacaq. We shall isə would olacaq. Shall isə would olacaq. Shall isə would olacaq. Burada şəxslər də dəyişir. Baxın, she said we shall start. She said they would start. Burada baxırıq. Zamanlar necə dəyişəcək? Now then olacaq. Today that day olacaq. Here they olacaq. This that olacaq. Tomorrow olacaq. The following day. The next day. The day after. Next week olacaq. The following week. The next week. The next after. Olacaq. Yesterday olacaq. The previous day. The day before. Last week olacaq. The previous week. The week before. Ago olacaq. Previously before. Tonight that night olacaqdır. Burada cümlələrdə də yazılıbdır. Now olacaq. Then. Today that day. Here there. This that. Tomorrow the next day. The next week olacaq. The following
week, next week ve following week. Next week olacaq və following week. Bunları da oxuyarsınız. Nəzri cümlənin çevrilməsində də eyni qaydalara əməl olunur. Defalarının istifadə olunur. To çevirmək yəni tamamlıq varsa to sözünə çevrilir. Məsələn, tamamlıq yoxsa çevrilə də bilər. Olduğu kimi də qala bilər. He said, I have done my homework. He said that he had done his homework.